Virus yox olur, amma dırnaqarası mirası aylarla canımızdan çıxmır. Son zamanlar əksər respirator infeksiyaların əsas fəsadı məhz bitmək bilməyən inadkar öskürüklərdir. Bir çoxları isə həkimə getmək əvəzinə hələ də türkəçari sular və ya uyğun gəlməyən antibiotiklərdən özlərini sağaltmağa çalışmaqla vaxt itirir. Səhv müalicə isə infeksiyanın yayılmasına şərait yaradaraq orqanizmə dönüşü olmayan fəsadlar verə bilər. Xəstəlik keçsə də öskürək qalır. Son zamanlar bir çox insan virus infeksiyalarından sonra həftələrlə, hətta aylarla davam edən öskürəkdən şikayətlənir. Bəziləri bunu adi hal hesab edib həkimə müraciəti gecikdirir. Halbuki mütəxəssislər deyirlər ki, uzun sürən öskürək bəzən ciddi xəstəliklərin də xəbərçisi ola bilər. Son zamanlarda öskürəklə bağlı çox əziyyət çəkirdim. Ona görə də deyək ki, ev müalicələrindən sonra xalq təbabətini elədiyimiz müalicələrdən bir xeyir olmadığı üçün həkimə gəlmək məsləhətinə gəldim. 3 həftə yaxındır ki, öskürək problemi var məndə. Pərviz Mikayılov deyir ki, əvvəlcə problemin keçəcəyini düşünsə də öskürək getdikcə daha da ağırlaşıb. Hətta gecələr yuxusuz qalmasına, gündəlik həyatında çətinlik yaşamasına səbəb olub. Oxşar vəziyyətlə üzləşən digər sakinlər də bildirirlər ki, əvvəlcə ev şəraitində müxtəlif üsullarla müalicə olunmağa çalışıblar. Dedik ki, belə şeydir, yəni ki, öskürək keçib gedər də, öskürək keçmədi. Evdə təbabət üsuluna keçdik ki, təbabətlə sağaldaq, sonra da görürük ki, yox, təbabət də buna yaramır. Həkimlər bildirirlər ki, xəstəlik sonrasında rast gəlinən öskürəklər adətən 3 həftə içərisində keçir. Amma virus infeksiyalarından sonra yaranan postviral öskürək bəzi insanlarda həftələrlə davam edə bilər. Altda yatan bir ağciyər xəstəliyi olan, məsələn, astması olanlar, xroniki obstruktiv ağciyər xəstəliyi, koahlı xəstələr ya da daha öncə vərəm keçirmiş pasientlər risk qrupu təşkil edir. Xroniki öskürəklər 8 həftədən daha uzun müddət davam edən öskürəklərdir və bunun müalicəsi daha da kompleks yanaşım tələb eləyir. Terapevt Zakir Quliyev isə deyir ki, uzun müddət davam edən öskürək orqanizmin verdiyi siqnaldır və səbəbi mütləq araşdırılmalıdır. Onun sözlərinə görə insanların yol verdiyi əsas səhvlərdən biri isə həkim məsləhəti olmadan dərman qəbul etmələridir. Öskürək varsa, demək ki, bədəndə doğru getməyən bəzi problemlər var. Bəzi qırmızı alarm dediyimiz, bəzi öskürəkdə görəcəyimiz simptomlar var ki, bunlarsa bizim mütləq artıq daha ciddi, daha təcili həkimə getməyimizi gətirib çıxarda bilər. Bunlardan birincisi, öskürək zamanı ciddi boğulmaların təngə nəfəsi ilə bərabər öskürəyin olması. Qanlı öskürək zamanı hər hansı ağızda, tüpürcəkdə qanlı komponentlərin olması. İnsanları maraqlandıran əsas suallardan biri də xəstəliyin niyə gec sağalmasıdır. Mütəxəssislər bildirirlər ki, buna səbəb virusların müxtəlif ştamları, immun sisteminin zəifləməsi və bəzi hallarda sonradan qoşulan bakterial infeksiyalar ola bilər. Bunlar ayrı-ayrı virus, yəni ki, respirator virus infeksiyanın müxtəlif ştamlarıdır. Bunlar yəni 7-10 gün ərzində sağalmalıdır. Əgər şəxsdə 3 gündən çox artıq hərarət davam edirsə və yaxud da yeni əlamətlər, ağırlaşmış əlamətlər meydana çıxır, təbii ki, həkimə müraciət etmək lazımdır. Çünki bəzən bu infeksiyalar zamanı bakterial infeksiyalar qoşulur və fəsadlar baş verir. Mütəxəssislər bildirirlər ki, bu viruslar əsasən qış və yaz aylarında daha aktiv yayılır. Xəstələrin ən çox yol verdiyi səhvlərdən biri isə öz başına antibiotik qəbul etmələridir. Həkimlər deyirlər ki, ev şəraitində bol maye qəbulu, istirahət və tüstülü mühitdən uzaq qalmaq sağalma prosesinə kömək edə bilər. Uzun müddət davam edən öskürəkdə isə vaxt itirmədən həkimə müraciət etmək vacibdir.